Salam əzizləyicilər, hər kəs xoş gördük. Abşeron rayonu Masazır qəsəbəsində paket qupsalı 4 otaqlı həyət evimiz yeni satışa çıxdı əzizləyicilər. Qoşa daşla tikilib inşa olunubdu əzizləyicilər. Birinci mərtəbəsi qoşa daşdır. Quruq qoşa daş. Həyəti də belə bir normal, geniş, istilik sistemi kombi, mərtəbə arası monolit beton. Həyətində suyu, istilik sistemi kombi turbalarına kimi qoyulubdu inşallah. Elektrik yuvasına qədər orada, televizor antenasının şunuruna qədər belə bir balkonlu, gözəl modeldə həyət evimiz, torpağın da evin də kupsası olan yeni satışa çıxarıldı. Abşeron rayonu Masazır qəsəbəsinin giriş yuxarı massivindədir. Birinci mərtəbəsi tam, bütün otaqlar, mətbəx qarışıq, sanitar qovşaq, hamısı istif oldu. Çox gözəl, münasib bir qiymətə, paket kupsa, evə də qeydiyyata düşə bilərsiniz. Torpağın da evində kupsası var, gördüyünüz bir yer hamısı istif oldu. Yəni radiator, yəni kombi radiatoruna ehtiyac yoxdur. Pilləkənin altında da burada qladovkası var istifadə etmək üçün. Boiler sistemidir. İstilik sistemin turbalarını görürsünüz. Burada da şkaf kimi istifadə edə biləcəyiniz yer də var. Hər mərtəbədə hamam tualeti var. Bura mətbəxdir. Sayğaclarda qaz, su, işıq, hər bir şey qoyulub verilir. Mərkəzi kanalizasiyadır, şambo deyil. Burada qonaq otağıdır. TV stendinə qədər yığılıbdır. Gizli pərdəsi, pəncərəsi öz həyətinə baxır. Birinci mərtəbə qonaq otağı, mətbəxt, sanitar qovşağı, ikinci mərtəbədə 3 yataq otağı və hamam tualet. 4 otaqlıdır, mətbəxlə 5 otaqdır əzizləyicilər. Mətbəxlə 5 otaqdır. Burada dama çıxılan inşallah yerdir. Məsələn, bir beşiğinizi krişə dama qoymaq istəsəniz, oradan da istifadə edə bilərsiniz. İkinci mərtəbədə birinci otaq, gözəl divar kağızlarından təmir olunub, dizayn verilibdir. Yerdə laminatdır. Mərtəbə arası monolit betondur. İkinci mərtəbənin hamam tualeti. İstilik sistemi kombinin turbalarını görürsünüz. Bütün hamam, 2 hamam tualeti var. Mətbəxlə 5 otaq. Balkona buradan çıxırsan inşallah. Bu isə də ikinci otaq. Bu da ikinci mərtəbənin 3-cü otağı inşallah. Qapı açılsa balkonda göstərərdim. Açıldı inşallah, bir şey evdə açılmadıq qapını. Yəni həyət və heç belə deyək, normaldır, genişdir həyəti də. Evə də gün dəyir, yel çəkən, gün dəyən bir yerdir. Hər otaqda da inşallah gördüyünüz kimi, hər otaqda da kombinin turbaları, istilik sistemi qoyulub. Belə bir gözəl divar kağızları qızıl rəngdə dizayn verilibdir. Gizli pərdəsinə qədər hamısı var. İşıqlı evdir. Birinci mərtəbə qoşa daşdan, kubikdən inşa olunub. İkinci mərtəbəsi qoşa kərpiçləndir. Tam təmirlidir. Qiymət 95.000 manatdan satışa çıxarılıb. Real alıcı ilə də razılaşma olacaq. Endirim var. 95.000-dən satışa çıxarılıb. Endirim var inşallah. Nömrəmiz WhatsApp sənki eyni nömrədir. Paket qupçalı, monolit beton mərtəbə arası birinci mərtəbəsi istif oldu. Masazırda giriş yuxarı massivdə də 6 nömrəli məktəbə yaxındır. Marşruta 400 metr, 300 metr məsafəsi var. Quru, hündür, ətrafı yaşayış, mərkəzi kanalizasiyalı olan gözəl, təmiz havalı Masazırın hündür massividir. Hər tərəfə çıxışı var inşallah. Məktəbə də yaxındır, bir 300-400 metr məsafəsi məktəbə var. Tam təmirli. Tamirli də hazırda sayğacları qoyulub veriləcək paket qupçalı. Evin də torpağın da qupçası var. Aldın, evə qeydiyyata düş. Qiymətə 95.000 manatdan satışa çıxarılır. Real alıcı ilə də razılaşma olacaq. Nömrəmiz WhatsApp sənki eyni nömrədir. 050 473 45 09. Satışda başqa evlərimiz də var. Nəqd və kreditlə təmirli və təmirsiz ipoteka yararlı. Bu evi də bankdan danışın, ipotekaya ala bilsəniz inşallah ipoteka yararlı evdir. Bankdan danışıra geçsə ipoteklə ev almaq üçün maliyyə ayırırsa ala bilərsiniz. İnşallah belə evlərimiz çoxdur əlimizdə var. Faizsiz daxil kreditlə də
evlərimiz mövcuddur. İstədiyiniz layihədə də nəqd və kreditlə təmirli və təmirsiz evdə torpaq bizdən tikilib təhvil verilir. Nömrəmiz 050 473 4509. WhatsApp zəng eyni nömrədir. Xahiş olur, kanala abunə olub bəyənib paylaşasınız. Siz də dəstək olasınız bizim bu işimizdə. Allah hər bir yaxşı iş görənlərə Allah dəstək olsun, Allah sizləri qorusun. Xahiş olunur, əmlaka baxanda az yaşlı uşaqlar göndərməyəsiniz. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun.